Fələstinlə bağlı dediyi sözlərdə səhv nə var idi ki, 2 gündür hər kəs bu Fələstin-Ərəb məsələsi deyil, bu bir vicdan məsələsidir deyirsiniz. Nə vicdanı? Mən Qarabağlıyam, 4 yaşlarımdan öz evimə, öz yurduma həsrətəm. Mən evsiz, ocaqsız qalanda Fələstinin vicdanı hardaydı? Yaxud da ki, 1988-dən 93-cü ilə qədər Azərbaycan hissə ermənilər tərəfindən Rusun təsiri altında işğal olunarkən Fələstinin vicdanı hardaydı? Mənim dayılarım, əmilərim, atalarım, babalarım şəhid olanda Fələstinin vicdanı hardaydı? Ya da Ermənistana əsir düşüb son nəfəsini orada verən, bəlkə hələ də orada erməni zülmü görəndə Fələstinin vicdanı hardaydı? 2020-ci ildə Zəfər gününə qədər Fələstinin vicdanı hardaydı? Deyim, hardaydı? Ermənistan prezidenti ilə əl sıxışıb, biz hər zaman sizin yanınızdayıq deyirdi. Bugün mən də deyirəm. Getsin o müsəlman və daha çox özünü Ərəb ölkələri kimi tanıdan o ölkələr yardım eləsin Fələstinə. Mən bir Azərbaycanlı olaraq yardım kampaniyalarında iştirak edirəm, çünki o ağrının, o acının nə demək olduğunu bilirəm. Amma mənim prezidentim çox doğru vurğulayır. 1951-ci ildə BMT qətnaməsində 51% torpaqlar İsrailə, daha doğrusu Qüds şəhəri, 49% Fələstinə aid olandan mənim ölkəmin prezidenti dəfələrlə dedi, biz eyni taleyi yaşayırıq Qarabağ məsələsində. Buradan alıb, buradan verdi, hə? İndi niyə biz buradan alıb, buradan verə bilmirik? Bizə acımayanlara nə vaxtdan bu qədər acıyacaq olduq? İnsanlıq naminə mən İsrail agenti deyirsiniz, nə deyirsiniz deyin, vecimə deyil. Amma heç bir müharibədə ölən körpələrin, ac qalan körpələri sevinən deyilik. Amma mövzu siyasətdirsə, mövzu politikadırsa, heç Türkiyədə bu mövzuda ağzını açmasın. Çünki İsraili dövlət kimi ilk tanıyan elə Türkiyənin özü olub. Bəzən nəyəsə görə keçirik. Amma çox doğru vurğulanıb. Ərəblər bu məsələni özləri həll eləsinlər. Necə ki, İsrail səhv addım atanda Misir bütün ordusunu topladı sərhəddə. Bütün dünya şok keçirdi ki, Misirin bu qədər ordusu var. İndi o ordu ilə də lazım olsa kömək eləsin. Omanı var, yəni Yəməni var, Səudi Ərəbistanı var, Dubayı var, Qətəri var. Bu qədər ərəb ölkəsi var. Onlar ön plana çıxsın, sonra Türk dünyası da insanlığını sübut eləyər. Bu qədər.